Ali İmran surəsi 200 ayədir. Rəhman və Rəhim olan Allahın adı ilə. Əlif, Lam, Mim. Allahdan başqa heç bir tanrı yoxdur. Əzəli, əbədi varlıq O'dur. Sənə özündən əvvəlkiləri təsdiq edən kitabı haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O indirdi. Daha öncə insanları hidayət etmək üçün Furqanı da O nazil etdi. Allahın ayələrini inkar edənlər şiddətli əzaba düçar olacaqlar. Allah yenilməz qüvvət, intiqam sahibidir. Yerdə və göylərdə heç bir şey Allahdan gizli qalmaz. Bətinlərdə sizə istədiyi surəti verən O'dur. O, qüdrət, hikmət sahibindən başqa heç bir tanrı yoxdur. Sənə kitabı nazil edən O'dur. Onun bir hissəsi möhkəm, digər qismi isə mütəşabih ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə fəsad salmaq və istədikləri kimi məna vermək məqsədi ilə mütəşabih ayələrə uyarlar. Halbuki onların yozumunu Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə biz onlara iman gətirdik. Onların hamısı Rəbbimizin dərgahındandır deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər. Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şək şübhə salma. Bizə öz tərəfindən bir mərhəmət bəxş et. Çünki sən həqiqətən bəxş edənsən. Ey Rəbbimiz, olacağına şübhə edilməyən bir gündə bütün insanları toplayan sənsən. Allah öz vədəsindən əsla dönməz. Haqqı inkar edənlərin nə malları, nə də övladları onları Allah yanında heç bir şeydən qurtara bilməz. Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar. Bunların adəti Firon cəmaatının və onlardan əvvəl gələnlərin adətinə bənzəyir. Onlar bizim ayələrimizi təkzib etdilər. Allah da onları günahlarına görə cəzalandırdı. Allahın əzabı şiddətlidir. Kafir olanlara de, siz məğlub olacaq və cəhənnəmə sürüklənəcəksiniz. Cəhənnəm necə də pis yerdir. İki dəstənin qarşı-qarşıya durması sizin üçün dəlildir. Bunlardan biri Allah yolunda vuruşanlar, digəri isə kafirlər idi. Möminlər, kafirlərin onlardan 2 qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Əlbəttə, Allah istədiyinə öz köməyi ilə qüvvət verər. Şübhəsiz ki, bu bəsirət sahiblərindən ötürü bir ibrət dərsidir. Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, malqara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür. Gözəl dönüş yeri isə Allahın yanındadır. Söylə, sizə bunlardan daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməldən çəkinənlər üçün Rəbbin yanında altında çaylar axan cənnətlər vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötürü orada pak olan zövcələr və Allah rizası vardır. Allah həqiqətən bəndələrini görəndir. O bəndələr ki, ey Rəbbimiz, biz həqiqətən iman gətirmişik, günahlarımızı bağışlayıb bizi cəhənnəm əzabından qoru deyirlər. Onlar səbr edən, doğru olan, itayət edən, mallarından fəqirlərə verən və sübh vaxtı bağışlanmaq diləyənlərdir. Allah özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa, ədalətə boyun olaraq o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər. Allahın yanında din əlbəttə İslamdır. Kitab verilmiş şəxslər ancaq bu dinin həqiqi olduğunu bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa başladılar. Allahın hökmlərini inkar edənlərlə şübhəsiz ki, Allah tezliklə haqq hesab çəkəcəkdir. Əgər onlar səninlə mübahisə edərlərsə, belə de, mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm. Kitab verilmiş şəxslərə və savadsızlara de, siz də təslim oldunuzmu? Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar. Yox, əgər üz döndərərlərsə, sənin vəzifən ancaq haqqı təbliğ etməkdir. Allah şübhəsiz ki, bəndələrini görəndir. Allahın hökmlərini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə,
insanları ədalətə çağıranların canına qəsd edənlərə şiddətli əzab veriləcəyini xəbər ver. O şəxslərin əməlləri dünyada və axirətdə puça çıxacaq və köməkçiləri də olmayacaqdır. Kitabdan özlərinə bir pay verilmiş kimsələri görmürsənmi? Onlar öz aralarında hökm vermək üçün Allahın kitabına dəvət olunurlar. Sonra onların bir qismi üz döndərir. Bu, onların cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz dediklərinə görədir. Onları öz dinləri barəsində düzəltdikləri uydurmalar aldadıb yoldan çıxartmışdır. Elə isə şübhə edilməyən bir gündə onları topladığımız zaman halı necə olacaq? Hər kəsə qazandığının əvəzi ödəniləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir. De, ey mülkün sahibi olan Allah, sən mülkü istədiyin şəxsə verər, istədiyindən geri alarsan. İstədiyin şəxsi yüksəldər və istədiyin şəxsi alçaldarsan. Xeyir yalnız sənin əlindədir. Həqiqətən sən hər şeyə qadirsən. Gecəni gündüzə, gündüzü isə gecəyə qatarsan. Ölüdən diri, diridən isə ölü çıxararsan. İstədiyin şəxsə saysız hesabsız ruzi verərsən. Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar. Bunu edən kəs Allahdan heç bir şey gözləməsin. Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız müstəsnadır. Allah sizi öz əzabından çəkindirir. Axır dönüş Allaha tərəfdir. De, ürəklərinizdəkini gizli də saxlasanız, aşkara da çıxarsanız, Allah onu bilir. Çünki O, göylərdə və yerdə nə varsa bilir. Allah hər şeyə qadirdir. O gün hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi öz əzabından çəkindirir. Çünki Allah bəndələrə mərhəmətlidir. De, əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir. Söylə, Allaha və Peyğəmbərə itaət edin. Əgər üz döndərirsinizsə, şübhəsiz ki, Allah da kafiri sevməz. Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş etdi. Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir. İmranın zövcəsinin, ey Rəbbim, bətnimdəkini sənə xidmətkar olmaq üçün nəzir edirəm. Bu nəziri məndən qəbul et. Əlbəttə, sən eşidənsən, bilənsən dediyini xatırla. Onu doğduğu zaman, ey Rəbbim, mən qız doğdum söylədi. Halbuki Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. Mən onun adını Məryəm qoydum. Onu və onun nəslini məlun şeytandan sənə tapşırıram. Belə olduqda Rəbbi Məryəmi yaxşı qəbul etdi. Onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə Məryəmin ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzu olduğunu görərdi. Ya Məryəm, bunlar sənin üçün hardandı dedikdə, o, Allah tərəfindəndir deyə cavab verərdi. Allah istədiyi şəxsə hədsiz ruzu verər. Zəkəriyya Rəbbinə dua edərək dedi, ey Rəbbim, mənə də öz tərəfindən pak bir övlad bəxş et. Sən həqiqətən duaları eşidənsən. Mehrabda ayaq üstə durub namaz qılarkən, mələklər ona müraciət edib dedilər, Allah sənə özü tərəfindən gələn kəlməni təsdiq edən, ağa, nəfsinə hakim və əməli salihlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın xəbərini müjdə verir. Ey Rəbbim, üzərimə qocalıq çöktüyü və zövcəm qısır olduğu halda mənim necə oğlum ola bilər söylədi. Allah isə dediyin kimidir, lakin Allah nə istəsə onu da edər deyə buyurdu. Ey Rəbbim, mənə bir nişanə göstər dedikdə, sənin nişanən 3 gün ərzində adamlarla yalnız işarə ilə danışmaq olacaqdır. O vəziyyətdə belə Rəbbini çox yada sal və səhər axşam şəninə təriflər deyib şükür et buyurdu. Xatırla ki, bir zamanlar mələklər belə demişdilər, ya Məryəm, həqiqətən Allah səni seçmiş, təmizləmiş, aləmlərin qadınlarından üstün tutmuşdur. Ya Məryəm, öz Rəbbinə itayət et, səcdiyə qapan
və rükû edənlərlə birlikdə rükû et. Bunlar qeyb xəbərlərindəndir ki, vəhy ilə sənə bildiririk. Onlar, Məryəmi kim öz himayəsinə alacaq deyə, qələmlərini suya atdıqları və bir-biri ilə mübahisə etdikləri zaman, sən ki onların yanında deyildin. Mələklər dedilər, Ya Məryəm, həqiqətən Allah öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa Əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca və Allaha yaxın olanlardandır. O beşikdə ikən, yaşa dolduqdan sonra insanlarla danışacaq və salihlərdən olacaqdır. Ey Rəbbim, mənə bir insan əli toxunmadığı halda necə uşağım ola bilər dedikdə buyurdu, elədir, Allah istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda ona ancaq ol deyər, o da olar. Allah ona, İsa'ya yazmağı, Tövratı və İncili öyrədəcək və onu İsrail övladına Peyğəmbər göndərəcək. İsa onlara deyəcək, mən həqiqətən Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldir, ona üfrərəm. O da Allahın izni ilə quş olar. Anadan gəlmə korları, cüzam xəstəliyinə tutulanları sağaldar və Allahın izni ilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda bir dəlil vardır. Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək, sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin. Şübhə yoxdur ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. Elə isə ona ibadət edin. Budur doğru yol. İsa onların küfrünü hiss etdikdə, Allah yolunda kim mənim köməkçim olacaqdır deyə soruşdu. Həvarilər dedilər, bizik Allahın köməkçiləri. Biz Allaha inandıq. Sən də təslim olduğumuza şahid ol. Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və Peyğəmbərinə tabi olduq. Artıq bizləri şahid olanlarla bir yerdə yaz. Onlar İsa'ya inanmayanlar, hiləyə əl atdılar. Allah da onların hiləsinə əvəz verdi. Allah hiləgərlərdən tədbirlidir. O vaxt Allah buyurdu, Ya İsa, həqiqətən mən sənin ömrünü tamam edib öz dərgahıma qaldıraram. Səni kafirlərdən pak edərəm. Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə mənim hüzuruma qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda mən hökm verəcəm. Kafirlərə gəldikdə onlara dünyada və axirətdə şiddətli əzab verəcəm. Onların heç bir köməkçisi olmayacaqdır. İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə onların mükafatlarını tamamilə verəcəkdir. Allah zülm edənləri sevməz. Bunları ayələrdən və hikmətlə dolu olan zikirdən sənə söyləyirik. Allah yanında İsa da Adəm kimidir. Allah onu torpaqdan yaratdı. Sonra ona ol dedi, o da oldu. Şübhəsiz ki, bunlar sənin Rəbbin tərəfindən olan həqiqətdir. Ona görə də şübhə edənlərdən olma. Sənə göndərilən elmdən sonra buna dair səninlə mübahisə edənlərə de, gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı, biz də qadınlarımızı, siz də qadınlarınızı, biz də özümüzü, siz də özünüzü çağıraq. Sonra dua edib yalançılara Allahın lənət etməsini diləyək. Əlbəttə, doğru olan xəbər budur. Allahdan başqa heç bir tanrı yoxdur. Şübhəsiz ki, Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir. Əgər onlar üz döndərərlərsə, qoy döndərsinlər. Əlbəttə ki, Allah fitnə fəsad törədənləri tanıyandır. Söylə, ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin. Allahdan başqasına ibadət etməyək, ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək. Əgər onlar yenə də üz döndərərlərsə, o zaman deyin, indi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq. Ey kitab əhli! Nə üçün İbrahim barəsində höcətləşirsiniz? Tövrat da, İncil də ancaq ondan sonra nazil edilmişdir. Məyər başa düşmürsünüz? Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz şeylər barəsində mübahisə edirsiniz.
Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisəyə girişirsiniz? Əlbəttə, Allah bilir, siz bilməzsiniz. İbrahim nə Yahudi, nə də xaçpərəst idi. O ancaq hənif müsəlman idi və Allaha şərik qoşan deyildi. Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlər. Bu, Peyğəmbər və ona iman gətirənlərdir. Allah möminlərin dostudur. Kitab əhlindən bir dəstə sizi yolunuzdan saptırmağı arzu etdikləri halda, yalnız özlərini düz yoldan saptırırlar. Lakin onlar bunu dərk etmirlər. Ey kitab əhli, Allahın ayələrinə şahid olduğunuz halda, nə üçün inkar edirsiniz? Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan don geydirir və doğrunu gizlədirsiniz? Kitab əhlindən bir dəstə dedi, möminlərə nazil edilənə günün əvvəlində inanın, həmin günün axırında isə onu inkar edin, bəlkə üz döndərsinlər. Sizin dininizə tabi olanlardan başqa heç kəsə inanmayın. Söylə, əlbəttə, doğru yol Allahın yoludur. Sizə verilən şeyin bənzərinin başqa birisinə veriləcəyinə, yaxud Rəbbiniz yanında onların sizinlə mübahisə edəcəyinə inanmayın. De, həqiqətən nemət Allahın əlindədir və onu istədiyi şəxsə bəxş edər. Allah rəhməti ilə genişdir, o hər şeyi biləndir. Allah öz nemətini istədiyi şəxsə aid edər. Allah böyük kərəm sahibidir. Kitab əhlindən elə şəxslər vardır ki, əgər onlara bir dinar əmanət verərsənsə, onu tamamilə sənə qaytararlar. Elələri də vardır ki, onlara təkcə bir dinar qızıl əmanət versən, başlarının üzərində möhkəm durub, tələb etməyincə sənə qaytarmazlar. Bunun səbəbi budur ki, onlar ümmilərə görə bizə irad tutulmayacaq deyər və bilə-bilə Allaha qarşı yalan söyləyərlər. Xeyr, hər kəs öz əhdinə vəfa etsə və pis əməllərindən çəkinsə, şübhəsiz ki, Allah belə müttəqiləri sevir. Allah ilə olan əhdlərini və antlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir payı yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları pak etməz. Onları şiddətli bir əzab gözləyir. Onlardan bir zümrədə vardır ki, siz onların oxuduqlarını hesab edəsiniz deyə, kitab oxuyan zaman dillərini o tərəf bu tərəfə əyirlər. Halbuki onların bu oxuduqları kitabdan deyildir. Söylədikləri Allah dərgahından olmadığı halda, bu Allah dərgahındandır deyirlər. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər. Heç bir kəsə yaraşmaz ki, Allah ona kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra o insanlara Allahı buraxıb mənə qul olun desin. Əksinə, o öyrətdiyiniz kitabın və öyrəndiyiniz şeyin sayəsində Rəbbanə olun deyər. O sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb qəbul etməyə əmr etməz. O sizə müsəlman olduqdan sonra kafir olmağı heç əmr edərmi? O vaxtı yadınıza gətirin ki, Allah peyğəmbərlərdən sizə verdiyim kitab və hikmətdən sonra sizdə olanı təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz deyə əhd almış və onlara bunu təsdiq edib ağır olan əhdimi qəbul etdinizmi demişdi. Onlar da təsdiq etdik deyə cavab vermişdilər. Allah, elə isə şahid olun, mən də sizinlə bərabər şahidlərdənəm deyə buyurmuşdu. Bundan sonra üz döndərən kəslər fasiqlərdir. Necə ola bilər ki, onlar Allahın dinindən başqa bir din axtarsınlar? Halbuki göylərdə və yerdə olanlar istər-istəməz ona təslim olmuşlar və onun hüzuruna qayıdacaqlar. Söylə, biz Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İsaqa, Yaquba və onun oğullarına nazil edilənə, Rəbbi tərəfindən Musa, İsa və peyğəmbərlərə verilənlərə inandıq və onların heç birini bir-birindən ayırmırıq. Biz yalnız ona, Allaha təslim oluruq. Kim İslamdan başqa ayrı bir din ardınca gedərsə, o din heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar. İman gətirdikdən, Rəsulun haqq olduğuna şəhadət verdikdən, özlərinə aşkar dəlillər gəldikdən sonra kafir olan tayfanı Allah necə doğru yola yönəldər? Allah zalımlar dəstəsini haqq yola yönəltməz.
Onların cəzası həqiqətən Allahın, mələklərin və bütün insanların lənətinə düçar olmaqdır. Onlar bu lənət içərisində əbədi olaraq qalacaqlar. Əzabları əksilmədiyi kimi onlara baxılmayacaqdır. Yalnız bundan sonra tövbə edərək düzələn şəxslər bağışlanarlar. Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir. İman gətirəndən sonra kafir olan və küfürlərini daha da artıran şəxslərin tövbələri əsla qəbul olunmaz. Doğru yoldan azanlar məhz onlardır. Şübhəsiz ki, kafir olub kafir kimi ölənlərdən hər birinin dünya dolusu qızılı ola və onu fidyə verə, yenə də qəbul olunmaz. Onları dəhşətli bir əzab gözləyir. Onlara heç bir kömək edən olmaz. Sevdiyiniz şeylərdən sərf etməyincə, savaba çatmazsınız. Şübhəsiz ki, Allah hər şeyi biləndir. Tövrat göndərilməmişdən əvvəl, İsrailin yalnız özü-özünə haram etdiyi şeylərdən başqa, bütün təamlar İsrail övladına halal idi. De, əgər doğru danışanlarsınızsa, Tövratı gətirin və onu oxuyun. Bundan sonra Allaha qarşı yalan uyduran şəxslər zülm edənlərdir. De, Allah doğru buyurmuşdur. Ona görə də hənif olan İbrahim dininin ardınca gedin. Çünki o, şərik qoşanlardan deyildi. Həqiqətən insanlar üçün ilk bina olunan ev Məkkədəki evdir ki, o, şübhəsiz bütün aləmlərdən ötürü bərəkət və doğru yol qaynağıdır. Orada aydın nişanələr, İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əminamanlıqdadır. Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu inkar edərsə, özünə zülm etmiş olar. Əlbəttə, Allah aləmlərə möhtac deyildir. De, ey kitab əhli, Allah sizin əməllərinizin şahidi olduğu halda, nə üçün Allahın ayələrini inkar edirsiniz? De, ey kitab əhli, siz şahid olduğunuz halda, nə üçün iman gətirən kimsələri Allahın yolundan geri döndərməyə çalışaraq, onlar üçün əyri yol axtarırsınız? Halbuki Allah sizin etdiklərinizdən qafil deyildir. Ey möminlər, əgər siz kitab əhli olanlardan bir dəstəyə uyarsınızsa, onlar sizi iman gətirəndən sonra döndərib kafir edərlər. Sizə Allahın hökmləri oxunduğu və onun Peyğəmbəri aranızda olduğu halda, siz necə kafir ola bilərsiniz? Allaha sığınan şəxs, şübhəsiz ki, doğru yola yönəlmişdir. Ey iman gətirənlər, Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda ölün. Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın. Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, o sizin qəlblərinizi birləşdirdi və onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarındaykən, o sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız. İçərinizdə yaxşılığa çağıran, xeyirli işlər görməyə əmr edən və pis əməlləri qadağan edən bir cəmaat olsun. Bunlar həqiqətən nicat tapmış şəxslərdir. Açıq aydın dəlillər gəldikdən sonra bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın. Onlar böyük bir əzaba düçar olacaqlar. Bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə, üzü qara olanlara, iman gətirəndən sonra kafir mi oldunuz? İndi kafir olduğunuza görə dadın əzabı deyiləcəkdir. Üzü ağ olanlar isə Allahın mərhəməti içərisində olub, orada həmişəlik qalacaqlar. Budur Allahın ayələri. Biz onları sənə olduğu kimi oxuyuruq. Allah aləmlərə zülm etmək istəməz. Göylərdə və yerdə nə varsa Allaha məxsusdur. Bütün işlər axırda Allaha qayıdacaqdır. Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz. Yaxşı işlər görməyə əmr edir. Pis əməlləri qadağan edir və Allaha inanırsınız. Əgər kitab əhli də iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı. Onların da içərisində bəzi iman gətirən şəxslər vardır. Lakin çox hissəsi haqq yoldan çıxanlardır. Onlar sizə əziyyət verməkdən başqa bir zərər yetirməzlər. Əgər sizinlə savaşacaq olsalar, dönüb qaçarlar. Sonra isə onlara kömək edən də olmaz. Onlara harda olursa olsunlar, zillət damğası vurulmuşdur. Yalnız Allahdan olan bir ipə və insanlardan olan bir ipə sarınmaqla xilas ola bilərlər. Onlar Allahın qəzəbinə düçar olmuş, onlara miskinlik damğası vurulmuşdur. Bunun səbəbi odur ki, onlar Allahın ayələrini inkar etmiş
peyğəmbərləri haqsız yerə öldürmüşlər. Bunun bir səbəbi də odur ki, onlar Allaha qarşı üsyan etmiş və həddi aşmışlar. Onların hamısı eyni deyil. Kitab əhli içərisində düzgün bir cəmaat vardır ki, onlar gecə vaxtları səcdə edərək Allahın ayələrini oxuyurlar. Onlar Allaha, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməli salih şəxslərdəndirlər. Onların yaxşılıq namin etdikləri işlərdən heç biri inkar edilməz. Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır. Əlbəttə, kafir olan şəxslərin nə malları, nə də övladları onları Allahdan əsla qurtara bilməyəcək. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar. Onların bu dünyada sərf etdikləri şey, özünə zülm edən bir qövmün əkinlərini məhv edən soyuq bir küləyə bənzər. Allah onlara zülm etmədi, lakin onlar öz-özlərinə zülm etdilər. Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş tutmayın. Onlar sizin barənizdə fitnə fəsad törətməkdən əl çəkməzlər. Sizin əziyyətə düşməyinizi istəyərlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, ayələri artıq sizə izah etdik. Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz. Onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına inanırsınız. Onlar sizinlə görüşdükləri zaman biz də inandıq deyir. Xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən parmaqlarını gəmirirlər. De, acığınızdan ölün. Əlbəttə, Allah ürəklərdə olanları biləndir. Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur. Bir zərər toxunanda isə ona sevinirlər. Əgər səbr edib özünüzü qorusanız, onların hiləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir. Sən müharibədən ötürü möminlərə mövqeylər hazırlamaq üçün sübh vaxtı öz ailəndən ayrılıb getdiyin vaxtı yadına sal. Şübhəsiz ki, Allah eşidəndir, biləndir. Sizin içərinizdən 2 dəstə məğlubiyyətdən qorxaraq geri çəkilmək fikrinə düşmüşdü. Halbuki Allah onların yardımcısı idi. Gərək möminlər Allaha təvəkkül etsinlər. Həqiqətən, siz Bədirdə zəif olduğunuz halda Allah sizə yardım etdi. Şükür edən olmaq üçün Allahdan qorxun. O zaman sən möminlərə deyirdin, Rəbbinizin 3000 mələk endirərək imdadınıza yetişməsi sizə kifayət etməzmi? Bəli, əgər səbr edib qorxsanız, onlar qəzəblə üstünüzə gəldikləri zaman Rəbbiniz artıq 5000 nişan qoyulmuş mələklə sizə yardım edər. Allah bunu sizin üçün məhz müjdə olaraq və qəlbləriniz rahatlansın deyə etdi. Kömək yalnız yenilməz qüdrət, hikmət sahibi olan Allahdandır ki, o kafirlərin bir hissəsini məhv etsin və ya onları məğlubiyyətə uğratsın, belə ki, onlar naümid geri dönsünlər. Bu işdə sənə dəxli olan bir şey yoxdur. Allah ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar həqiqətən zalım kimsələrdir. Göylərdə və yerdə olanlar Allaha məxsusdur. O istədiyini bağışlayar, istədiyinə isə əzab verər. Əlbəttə, Allah bağışlayandır, rəhm edəndir. Ey iman gətirənlər, sələmi qat-qat artırıb yeməyin. Allahdan qorxun ki, bəlkə nicat tapasınız. Kafirlər üçün hazırlanmış oddan həzər edin. Allaha və Peyğəmbərə itaət edin ki, bəlkə bağışlanmış olasınız. Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü qədər olan müttəqilər üçün hazırlanmış cənnətə tələsin. O müttəqilər ki, bolluqda da, qıtlıqda da xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər. O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb günahlarının bağışlanmasını istəyərlər. Axı, günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini bildikdə, bir daha ona qayıtmazlar. Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir. Sizdən əvvəl bir çox vaqiələr olub keçmişdir. İndi yer üzünü dolaşıb,
haqqı təkzib edənlərin aqibətinin necə olduğunu görün. Bu, insanlardan ötürü bir xəbər, müttəqilərdən ötürü isə hidayət və nəsihətdir. Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz. Əgər siz yara aldınızsa, o biri dəstə də o cür yara aldı. Biz bu günləri insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirən şəxsləri ayırt etsin və içərinizdən şəhidlər seçsin. Allah zülmkarları sevməz. Bu, həm də Allahın iman gətirənləri təmizləməsi və kafirləri məhv etməsi üçündür. Yoxsa Allah içərinizdən cihad edənləri və səbr edənləri bilib, ayırt etməmişdən qabaq cənnətə girəcəyinizi mi güman edirsiniz? Siz ölümlə qarşılaşmadan əvvəl ölüm arzulayırdınız. Artıq onu gördünüz və durub baxdınız. Muhammed ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişlər. Əgər o ölsə və ya öldürülsə, siz geri mi dönəcəksiniz? Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükr edənlərə mükafat verər. Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, vaxtı müəyyən edilmiş bir yazıdır. Dünya mənfəəti istəyən şəxsə dünya mənfəətindən, axirət savabı istəyən şəxsə isə axirət savabından verəcək. Şükr edənləri də əlbəttə mükafatlandıracağıq. Neçə-neçə peyğəmbər bir yığın Allahpərəstlə birlikdə vuruşmuşlar. Lakin onlar Allah yolunda çəkdikləri müsibətlərə görə nə zəiflik, nə acizlik göstərmiş, nə də boyun əymişlər. Allah səbr edənləri sevər. Onların, ya Rəbbimiz, günahlarımıza və işlərimizdə həddi aşdığımıza görə bizi bağışla, qədəmlərimizi möhkəmləndir və kafirlərə qələbə çalmaqda bizə kömək et deməkdən başqa sözləri olmamışdır. Nəhayət, Allah onlara həm dünya nemətlərini, həm də ən gözəl axirət nemətini verdi. Allah yaxşı iş görənləri sevər. Ey iman gətirənlər! Əgər kafirlərə itayət edəcək olsanız, onlar sizi geri döndərər və siz də zərər çəkmiş halda geri dönərsiniz. Xeyr, Allah sizin ixtiyar sahibinizdir. O, yardım edənlərin ən yaxşısıdır. Haqqında heç bir dəlil nazil etmədiyi şeyi, Allaha şərik qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu salarıq. Onların yeri cəhənnəmdir. Zülm edənlərin sığınacaqları yerinə pisdir. Siz onları Allahın izni ilə əzib qırdığınız zaman, Allah sizə verdiyi vədinə sadiq çıxdı. Lakin o, sevdiyiniz şeyi sizə göstərəndən sonra isə zəiflik göstərdiniz və əmr barəsində bir-birinizlə mübahisə edərək Peyğəmbərə qarşı çıxdınız. İçərinizdən bəziləri dünyanı, bəziləri isə axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün geri döndərdi. Əlbəttə, o sizi əhv etdi. Çünki Allah möminlərə qarşı mərhəmətlidir. Siz qalxdınız və Peyğəmbər arxa tərəfdən sizi çağırarkən heç kəsə baxmadığınız zaman Allah sizi qəminizin üstünə qəm gətirməklə cəzalandırdı ki, əlinizdən çıxan şeylərə və uğradığınız fəlakətlərə görə təəssüf etməyəsiniz. Şübhəsiz ki, Allah gördüyünüz işlərdən xəbərdardır. Bu qəm-qüssədən sonra Allah sizə rahatlıq üçün xəfif bir uyğu göndərdi. O, sizin bir qisminizi bürüdü. O biri qisminiz isə ancaq öz canlarının halına qalaraq, bu işdə bizim üçün bir şey varmı deyə, Allaha qarşı haqsız yerə, cahiliyyətə xas olan düşüncələrə qapıldılar. Onlara de, əlbəttə, bütün işlər Allaha məxsusdur. Onlar sənə açıb bildirmədikləri şeyləri öz ürəklərində gizlədərək, əgər bu işdə bizim üçün bir şey olsaydı, elə buradaca öldürülməzdik, deyirlər. De, əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb əbədi yatacaqları yerlərə gedərdilər ki, Allah bununla sizin ürəklərinizdə olanları yoxlayıb aşkara çıxarsın və qəlblərinizdə olanları təmizləsin. Allah ürəklərdə olanı biləndir. İki ordu qarşılaşdığı gün sizdən üz döndərənləri şeytan məhz etdikləri bəzi əməllərlə yoldan çıxmağa məcbur etdi. Allah artıq onları bağışladı. Həqiqətən Allah bağışlayandır, həlimdir. Ey iman gətirənlər! Səfərə və ya müharibəyə getmiş qardaşları barəsində, əgər onlar bizim yanımızda olsaydılar, nə ölər,
nə də öldürülərdilər deyən kafirlər kimi olmayın. Allah bunu onların ürəklərində bir həsrət olsun deyə yaratdı. Halbuki, dirildən də, öldürən də Allahdır. Allah etdiyiniz əməlləri görəndir. Əgər Allah yolunda öldürülər və ya ölərsinizsə, Allahın sizi bağışlaması və rəhm etməsi şübhəsiz ki, topladıqları şeylərdən daha xeyirlidir. Ölsəniz də, öldürülsəniz də, mütləq Allahın hüzuruna toplanacaqsınız. Allahın mərhəməti səbəbinə sən onlarla yumuşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əhv et, onlar üçün bağışlanmaq dilə, işdə onlarla məsləhətləş. Qəti qərara gəldikdə isə Allaha təvəkkül et. Həqiqətən, Allah təvəkkül edənləri sevər. Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər. Heç bir peyğəmbərə əmanətə xəyanət etmək yaraşmaz. Əmanətə xəyanət edən şəxs, qiyamət günü xəyanət etdiyi şeylə gələr. Sonra isə hər kəsə gördüyü işlərin əvəzi verilər və onlara haqsızlıq edilməz. Allahın rizasını qazanmaq ardınca gedən şəxs, Allahın qəzəbinə düçar olmuş şəxs kimi ola bilərmi? Onun qəzəbə düçar olanın yeri cəhənnəmdir. O yer necə də pistir. Onların Allah yanında dərəcələri vardır. Allah onların etdiyi işləri görəndir. Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə Allahın ayələrini oxuyan, onları təmizləyən, onlara kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi. Halbuki bundan əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər. Siz onları iki qat müsibətə düçar etdiyiniz halda, başınıza bir müsibət gəldiyi zaman, bu hardan gəldi dediniz? Söylə, bu sizin özünüzdəndir. Həqiqətən Allah hər şeyə qadirdir. İki ordunun qarşılaşdığı gündə başınıza gələn fəlakət də Allahın izni ilə oldu ki, möminləri ayırt etsin və münafiqləri onlardan fərqləndirsin. Onlara, gəlin Allah yolunda vuruşun, yaxud müdafiədə bulunun deyildi. Onlar, əgər biz vuruşa bilsəydik, sizin ardınızca gələrdik, deyə cavab verdilər. Onlar o gün imandan çox küfrə yaxınlaşmışdılar. Ürəklərində olmayan şeyi dilləri ilə deyirlər. Halbuki Allah onların gizlətdiklərini çox yaxşı bilir. Oturan və qardaşları haqqında, əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər deyənlərə, söylə, əgər doğru deyirsinizsə, onda bacarıb ölümü özünüzdən uzaqlaşdırın. Allah yolunda öldürülənləri heç də ölü zənn etmə. Əsl həqiqətdə onlar diridilər. Onlara Rəbbi yanında ruzi əta olunur. Onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi neymətə sevinir. Arxalarınca gəlib hələ özlərinə çatmamış kəslərin heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər. Onlar Allahdan gələn neymət və mərhəmətə görə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına görə sevincə yolurlar. Yaralandıqdan sonra Allahın və Peyğəmbərin dəvətini qəbul etmiş şəxslərdən yaxşı işlər görüb, pis işlərdən çəkinənləri böyük bir mükafat gözləyir. O kəslər ki, xalq onlara, cəmaat sizə qarşı qüvvə toplamışdır. Onlardan qorxun dedikdə, bu söz onların imanını daha da artırdı və onlar, Allah bizə bəs edər, o nə gözəl vəkildir deyə cavab verdilər. Sonra da Allahın neyməti və lütfi sayəsində özlərinə heç bir əziyyət toxunmadan geri döndülər və Allahın razılığını qazanmış oldular. Həqiqətən Allah böyük mərhəmət sahibidir. Sizi yalnız o şeytan öz dostlarından qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın. Əgər möminsinizsə, məndən qorxun. Küfrə can atanlar səni kədərləndirməsin. Əlbəttə, onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah da istər ki, axirətdə onlara heç bir pay verməsin. Onları böyük bir əzab gözləyir. Həqiqətən imanı verib, əvəzində küfrü satın alanlar Allaha heç bir zərər verə bilməzlər. Lakin onlar çox acı bir əzaba düçar olacaqlar. Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar. Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür.
Onlar alçaldıcı bir əzab görəcəklər. Allah pisi yaxşıdan ayırmaq üçün möminləri sizin olduğunuz vəziyyətdə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah öz peyğəmbərlərindən istədiyi şəxsi seçər. Buna görə də Allaha və onun peyğəmbərlərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir. Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər, heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günündə boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır. Allah kasıbdır, biz isə dövlətliyik deyənlərin sözlərini Allah əlbəttə eşitdi. Biz onların dediklərini və peyğəmbərləri haqsız yerə öldürdüklərini yazacaq və onlara dadın atəşin əzabını deyəcəyik. Bu əzab sizin öz əllərinizlə törətdiyiniz əməllərə görədir. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir. Allah bizə əmr etmişdir ki, onun yandıracağı bir qurban gətirməyincə, heç bir peyğəmbərə inanmayaq deyənlərə belə cavab ver. Məndən əvvəl də sizə peyğəmbərlər açıq-aşkar möcüzələr və dediklərinizi gətirmişdilər. Əgər doğru danışırsınızsa, bəs nə üçün onları öldürdünüz? Ya Rəsulum, əgər onlar səni yalançı sayarlarsa, heç də qəmgin olma. Çünki səndən əvvəl açıq möcüzələr, səhifələr və nur saçan kitab gətirmiş peyğəmbərləri də yalançı saymışdılar. Hər bir kəs ölümü dadacaqdır. Şübhəsiz ki, mükafatlarınız qiyamət günü tamamilə veriləcəkdir. Oddan uzaqlaşdırılıb, cənnətə daxil edilən kimsə muradına çatacaqdır. Dünya həyatı isə aldadıcı həzdən başqa bir şey deyildir. Əlbəttə, siz malınız və canınızla imtihan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbr edib Allahdan qorxsanız, əlbəttə, bu məqsədə müvafiq işlərdəndir. Allah kitab əhlindən, siz onu gizlətməyib, insanlar üçün aydınlaşdırmalısınız deyə əhd aldığı zaman, onlar bu əhdə arxa çevirdilər və onu az bir qiymətə satdılar. Onların bu alış-verişi necə də pisdir. Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli bir əzab gözləyir. Göylərin və yerin hökmü Allaha məxsusdur. Allah hər şeyə qadirdir. Həqiqətən göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər. Ey Rəbbimiz, sən bunları boş yerə yaratmamısan, sən pak və müqəddəssən, bizi cəhənnəm odunun əzabından qoru. Ey Rəbbimiz, sən cəhənnəm oduna atdığın şəxsi əlbəttə rüsva edərsən və zalımlara kömək edən olmaz. Ey Rəbbimiz, həqiqətən biz Rəbbinizə inanın deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib sənə iman gətirdik. Ey Rəbbimiz, indi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al. Ey Rəbbimiz, öz peyğəmbərlərin vasitəsilə bizə vəd etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə. Əlbəttə, sən öz vədinə xilaf çıxmazsan. Rəbbi də onların dualarını qəbul edərək cavab verdi. İstər kişi, istərsə də qadın olsun, mən heç birinizin əməlini puça çıxarmaram. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurtlarından çıxarılanların, mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq əlbəttə örtəcək və onları altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır. Küfr edənlərin diyar-diyar gəzib dolaşması səni aldatmasın. Bu, azacıq bir mənfəətdir. Sonra isə onların məskəni cəhənnəmdir. Ora necə də pis yataqdır. Lakin öz Rəbbindən qorxanları altında çaylar axan cənnətlər gözləyir ki, onlar orada Allah qonağı kimi həmişəlik qalacaqlar.
Allah yanında olan nemətlər yaxşı əməl sahibləri üçün daha xeyirlidir. Həqiqətən kitab əhli içərisində elələri də vardır ki, onlar Allaha həm sizə, həm də özlərinə nazil olanlara inanır. Allaha boyun əyərək, Allahın ayələrini ucuz qiymətə satmırlar. Onların Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tezliklə haqq hesab çəkəndir. Ey iman gətirənlər! Səbr edin, dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız.